Deməli, materiklərdən Şimali Amerika və Cənubi Amerikanı keçəcəm, amma bunu keçən dərsimizdə izah eləmişdim. Biraz yenə də qısaca olaraq baxaq tez-tez. Deməli, Şimali Amerika Arktikadan başlayaraq, daha doğrusu Panamaya qədər uzanır. Yəni şimaldan, Şimal Buzlu okeanının ətrafından başlayaraq tam Panama kanalına qədər uzanır. Şimali Amerikanın qərb hissəsində Kordilyer dağları və ən hündür hissəsi Denalidir və yaxud da McKinley 6194 və vulkanik zirvədir. Ən alçaq nöqtə ölüm dərəsi -86 metr. Şimal hissəsinin relyefi Şimali Avropanın relyefinə oxşayır demişdik. Bu hissələrdə gerintili çıxıntılı olmağın səbəbi həmin ərazilərdə 4-cü dövr buzlaşmasına məruz qalması idi demişdik. Daha sonra və burada hansı relyef formalarına rast gəlinir? Əsasən göllər, fiordlar, yəni buzlağın yaratdığı relyef formalarıdır. Onlara rast gəlinir. Həm kanyonlar, dərin ensiz çay dərələri mövcuddur. Bax, bu da kanyonun şəklidir, göstərmişdim. Böyük kanyon, Grand Kanyon, deməli, Şimali Amerikada, Colorado çayının üzərində Colorado çayının üzərində Böyük Kanyon adlı kanyon yerləşir. Grand Kanyon indi verirlər. Cənubi Amerikadan da danışmışdıq. Cənubi Amerikada, bu arada Şimali Amerikada qədim dağ, orasını göstərim. Şimali Amerikada qədim dağ burada Appalaç dağlardır. Mənim qələmim nəsə qalınlaşıb. Bu isə Kordilyer dağlardır. Sonra burada Meksika ovalığı var. Mississippi ovalığıdır. Daha sonra Meksika sahili ovalıqdır. Hamısı orada yerləşir. Qələm qalın olduğu üçün mən onu tam göstərə bilmirəm, amma yəni bu hissə olacaq Appalaç dağları. Biraz aşağını göstərsək, bax, məsəl üçün, bura Mississippi ovalığıdır, daha doğrusu Meksika sahili ovalıq, bura Mississippi ovalığıdır, bura Atlantik sahili ovalıqdır, ox işarətli göstərdiyimiz yerlər. Bu göllər ətrafı olacaq, mərkəzi ovalıq. Bu hissə böyük düzənliklər adlanır. Deməli, burada tapşırıqları izah edəcəm. Bugün tələsik video çəkdiyim üçün, həm keçən dəfə dərsimizi izah etdiyim üçün bugün ancaq tapşırıqları yerinə yetirəcəyik. Bu da Ant dağları, quruda ən uzun dağ sistemidir demişdik. Cənubi Amerikada qədim dağ yoxdur, ancaq cavan dağdır. Düzənliklər var, ovalıqlar var, yaylalar var. Yəni burada Braziliya yaylasıdır bu hissə. Bura Patagoniya ovalığı da yaylasıdır. Burada Gviana yaylasıdır. Yaylalar qəhvəyi rəngdə göstərilir gördüyünüz kimi. Ovalıqlar bura Amazon ovalığıdır. Bura Orinoco ovalığıdır. Burada deməli Parana ovalığıdır. Laplata ovalığıdır. Parana çayı Laplata ovalığını yaradır. Yəni bu ovalıqlar yaşıl rəngdə bir qayda olaraq göstərilir. Yaylalar isə qəhvəyi rəngin çalarları ilə. Amma Ant dağları gördüyünüz kimi hündürlük artdıqca qəhvəyi rəngin çalarları da artır, tündləşir. Hündürlüyü Ant dağlarında ən hündür zirvə 6960 Aconcagua zirvəsidir. Ən alçaq nöqtə isə Salinas Chicas çökəkliyidir. -40 metr, hətta bəzi yerlərdə 42 götürülür. Burada Machu Picchu Antda qədim inklərin yaşadığı şəhər verilibdir, göstərilir də şəkildə. Bu haqda da danışmışdıq geniş. Gəlin keçək fəaliyyət bölməsinə. Deməli, tapşırıqlara baxaq. Quruda relyef formaları necə paylanmışdır? Bu səfər Şimali Amerika ilə dediyimiz kimi Cənubi Amerika səhifə 70-71 izah edəcəm. Daha doğrusu tapşırıqlarını verəcək. Qitənin ən hündür və ən alçaq nöqtələri Şimali Amerikadan söhbət gedir. Burada təbii ki, Şimali Amerikanın ən alçaq nöqtəsi mətndə də verildiyi kimi ölüm dərəsi -86. Ən hündür nöqtə Kordillerdir. McKinley və Denali və yaxud da Denali iki adı var. 6194 metr hündürlüyü var bu dağların. AY xətti üzrə dağları və düzənlikləri profilə əsasən cədvəldə qruplaşdırın. Burada cədvəli aşağıda qeyd etmişəm. Baxın, deməli Kaskad dağları 36 dərəcə şimal ilə 121 qərb uzunluğu 2000 metrdən yüksəkdir. Kaskaddakı Kordillerdə bir silsilə sayılır Kaskad dağları. Cavan dağdır bu arada. O hissə yəni cavandır, amma Kordillerdə qayalı dağlar var. Qayalı qədim hissə sayılır. Ölüm dərəsi 117 qərb uzunluğu 36 dərəcə şimal enliyi və 86 metr dərinliyi var. Qayalı dağlar 107 qərb uzunluğu 36 dərəcə şimal enliyi 2037 metr hündürlüyü və qədim dağdır. Qayalı dağlar qədim dağdır. Bayaq dedik. Mississippi 36 şimal enliyi 82 qərb uzunluğu 200 metr qədərdir. Düzənliklər hündürlüyü 200 metrə qədər olur. Appalaç dağları qədim dağdır. 36 dərəcə şimal enliyi və 36 qərb uzunluğu 2000 metrə qədər hündürlüyü var. 2037 metr hündürlüyü var. Bu hissə. Daha sonra deməli
ən hündür nöqtəni dedik, ən alçaq nöqtəsini dedik, profili dedik. Qitədə yerləşən dağlar və düzənlikləri cədvələ uyğun qruplaşdırın. Burada biz qədim dağlar, cavan dağlar olmalıdır. Bəli, cavan dağlar Kordillerdir, sahil sıra dağlardır. Qədim dağlar Appalaç, vulkanik dağ Popocatépetl, Taxomulka, Kalima, Şasta, Rainier də əlavə edə bilərsiniz. Denidasion düzənliklər Meksika yaylası, Yukon yaylası, böyük düzənliklər, akkumulyativ düzənlik deyəndə Mississippi mərkəzi düzənlik, Atlantik sahili ovalıqdır, hətta Meksika sahili ovalıqda deyə bilərsiniz. Bunu da əlavə edə bilərsiniz. Cənubi Amerikada ən hündür zirvə Aconcagua, ən alçaq yer Valdes yarımadasında Salinas Chicas gölüdür. 40 metr. Daha sonra bizdən nə istəyir? Dünyanın fiziki xəritəsinə əsasən tapşırıqları yerinə yetirin. Deməli, C xəritəsinin ən hündür, ən alçaq nöqtələr dedik. Biraz tapşırıqların yerləri qarışıq yazmışam. Yenə deyirəm, tələsik yazdığım üçün. 4-cü sualda deydəki ərazinin hansı xüsusiyyəti burada şəhər tikməyə imkan vermişdi? Machu Picchu mətnində də var. Ant dağlarında, həm də keçən dəfə izah eləmişdim. Ant dağlarında hamar qayalıq üzərində yerləşir. İnsanlar burada yamacları terraslaşdıraraq, terraslaşma pilləvari relyef deməkdir. Pilləkən formasında. Əsasən də əkinçilik üzrə eləyirlər bunu. Əkinçiliklə məşğul olurdular. İndi də insanlar əkinçiliklə məşğul olmaq üçün yamaclarda terraslaşma işləri aparırlar. Və evlər tikilmiş əkinçiliklə məşğul olmuşlar. Həmçinin ərazi hündürdə yerləşdiyi üçün Machu Picchu təhlükəsiz hesab edilirdi. Bəli, bura qədər Şimali Amerika və Cənubi Amerikanı çəkdim. Əsas dərsimiz sabah olacaq. Salamlarımı sabah göndərəcəm. Buradan hələ ki hər birinizə ürək dolusu salamlarımı göndərirəm. Və baxmayaraq salamlarımı ən sonunda, mətnin ən sonunda verdim. Mən inanıram ki, mətni sonuna qədər, dərsimizin sonuna qədər izləmişsiniz və bu salamlar hər birinizə mütləq çatmışdır. Sizlərin hər birini sevirəm. Gələn dərsimizdə görüşmək ümidlə. Sağ olun.